konuklar, değerli spikerler ve konuşmacılar. Hər birinizi bugün burada görməkdən çox məmnunluq hissediyorum. Forum ərzində moderatorunuz mən Nərmin Həsənov olacağım. Hamınızı burada uğurlu marketing güclü brend konsept mesajı ilə ilk dəfə təşkil olunan mini marketing forumunda görməkdən komanda olaraq məmnunluq hissi keçiririk. Bu forum marketing sahəsindəki bilikləri müzakirə etmək, təcrübələrimizi bölüşmək və yeni əlaqələr qurmaq üçün bizim üçün inanılmaz bir fürsətdir. Forumun təşkilatçısı olan Rəvan Akademiya, xüsusilə də bu forumun ideyasını ərsəyə gətirməkdə hər bir peşəkarlığını ortaya qoyan komandasına öz dərin təşəkkürümüzü bildiririk. Bugün onların səy və peşəkarlığı sayəsində burada toplaşma imkanı əldə etdik. Daha sonra forumun tərəfdaşında öz dəstəyini əsirgəməyən UNICEF şirkətinə öz dərin təşəkkürümüzü bildiririk. Forumun tərəfdaşı olan UNICEF şirkəti barədə sizə vaxt məhdudiyyətini nəzərə alaraq qısa bir məlumat verəcəm. Ancaq tədbirin digər sessiyasında isə həmin şirkətin əməkdaşları özləri barədə daha geniş məlumatlar verəcəkdir. 2018-ci ildən etibarən fəaliyyət göstərən UNICEF şirkəti yeni və ikinci el IT avadanlıqları, eləcə də bulud əsaslı idarəetmə proqramları sahəsində xidmət göstərir. Forum iştirakçılarına xüsusi endirim imkanları təqdim edən universitetə bu dəyərli əməkdaşlığa görə dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətində uğurlar arzu edirik. Forumumuz iki paneldə ibarət olacaq. Birinci paneldə güclü brend yaradılması və marketingin innovativ yanaşmaları, ikinci panelimizdə isə marketingdə digital transformasiya və gələcək trendlər barədə müzakirələr aparacağıq. Hər iki panelin spikerləri öz çıxışlarında yaşadığı təcrübələrdən, biliklərindən söhbət açaraq müzakirələr yaradacaqdır. Bundan əlavə forumda networking fasiləsi olacaq, hansı ki siz burada yeni əlaqələr qurmaq imkanı əldə edəcəksiniz.